Aha, baxaq belə bir faiz məsələsinə. Deyir ki, 25 faizli 40 litr duz məhluluna 30 faizli 20 litr duz məhlulu qarışdırıldıqda alınan qarışığın duzluluq faizini tapın. Birinci məhlulumuzun duzluluq faizi 25 faizdir və miqdarı isə 40 litrdir. İlk öncə bunları qeyd edirik. İkinci məhlulda duzluluq faizi 30 faizdir. Miqdarı isə 20 litrdir. İndi bizdən bu iki məhlulun qarışdırıldıqdan sonraki duzluluq faizini istəyir. Bunun üçün belə bir düstur var. M1, P1 üzərinə gəlinsin M2, P2 bərabərdir. M1 üzərinə gəlinsin M2 vurulsun P. İndi burada M1 və M2 nələrdir? Uyğun olaraq birinci və ikinci məhlulun miqdarını, yəni 40 litr və 20 litri bildirir. P1 və P2 isə uyğun olaraq birinci və ikinci məhlulun duzluluq faizini, yəni 25 faiz və 30 faizi bildirir. Sonda yazılan ümumi P isə bu iki məhlulun qarışdırıldıqdan sonraki duzluluq faizini bildirir. Bizdən də soruşulan elə bu P-dir. Bizə bu düsturda P lazımdır. İndi verilənləri aparıb yerinə qoysaq, tənlik kimi həll etsək, P tapa bilərik. P-ni rahatlıqla tapa bilərik. M1-imiz nədir? Birinci məhlulun miqdarı, yəni 40 vurulsun P1. P1 birinci məhlulumuzun duzluluq faizi 25, üzərinə gəlinsin M2. M2 ikinci məhlulun miqdarı 20 vurulsun P2, yəni ikinci məhlulun duzluluq faizi 30 bərabərdir. M1 üzərinə gəlinsin M2, yəni birinci və ikinci məhlulun miqdarını toplamalıyıq. 40 plus 20. Faizləri yox, miqdarın ümumi. Vurulsun P. İndi buradan biz P-ni rahatlıqla tapa bilərik. 40 vurulsun 25. Min. Üzərinə gəlinsin 20 vurulsun 30, 600 bərabərdir. 40 plus 20, 60 vurulsun P. Yəni 60 P. İndi digər tərəfdə eləyir 1600 bərabərdir 60 P. Burada 160-ı 6-ya bölsək P bərabərdir. 166-ya bölünəndə neçə dəfə düşər? Deyəsən tam bölünmür. Burada kəsrli bir cavab alınır. 16-ın içində 6 2 dəfə. 40-ın içində 6 6 dəfə. Düşür 36. 6-da 4. Burada da 6 ilə 4 ixtisar gedir, qalır 3-də 2, yəni 26 tam 3-də 2 faiz. Buna da uyğun variant hansıdır? C variantı.